Salam əziz şagirdlər. Bugün biz yeni riyaziyyat test toplusundan koordinatlar metodu mövzusuna aid olan test tapşırıqlarının həllinə baxacağıq. Dərsimizi bəyənib paylaşmağı unutmayın. Kanalımıza abunə olun ki, yeni dərslər yükləndikcə sizə çatmış olsun və baxaraq istifadə edə biləsiniz. Birinci məsələyə baxaq. A və B nöqtələri arasındakı məsafəni tapın. İki nöqtə arasındakı məsafəni tapmaq üçün deməli onların absislərinin fərqinin kvadratı ilə ordinatların fərqinin kvadratının cəminin kök altı ifadəsinə baxmaq lazımdır. Yəni 1 minus mənfi 4 o da edər 1 plus 4'ün kvadratı plus mənfi 3 minus 9 kvadrat. Bu da bərabərdir. Kök altında 25 plus mənfi 12'nin kvadratı 144 eder və burada kök altında 169 alarıq. Cavab da 13 olar. Baxaq ikinci məsələyə. Ucları mənfi 3/2 və 7 nöqtələri olan parçanın orta nöqtəsinin koordinatını tapın. Orta nöqtənin koordinatı uc nöqtələrin cəminin yarısına bərabərdir. Və biz bunu belə yazsaq 1,9 almış olarıq. C variantı. 3x minus 10y bərabər 74. Tənliyi ilə verilmiş düz xəttin qrafiki üzərində götürülmüş nöqtənin apsisi 28 olarsa, bu nöqtənin ordinatını tapın. Yəni x bərabər 28 olarsa, biz y-i tapmalıyıq. Gətirib x-in qiymətini yerinə yazsaq, 3 vurulsun 28 minus 10y bərabər 74. Buradan 10y bərabərdir 84 minus 74. 10y bərabərdir 10. Y bərabər olar 1'ə. Cavab oldu Y variantı. Dördüncüyə baxaq. Mənfi 5x plus 9y bərabər 50. Tənliyi ilə verilmiş düz xəttin qrafiki üzərində götürmüş nöqtənin ordinatı 10 olarsa, bu nöqtənin apsisini tapın. Gətirib ordinatın qiymətini yerinə yazsaq, mənfi 5x plus 9'u vururuq 10'a bərabər 50. 5x bərabərdir 40. X olar 8. Baxaq 5'ə. Mənfi 1,8 cütü ax minus y tənliyinin həllidirsə, A-nı tapaq. Deməli, ax minus y bərabər 4 və verilmiş cüt mənfi 1, mənfi 8 nöqtəsidir. Deməli, gətirib verilənləri yerinə yazsaq, A vurulsun mənfi 1 minus mənfi 8 bərabərdir 4. Buradan mənfi A plus 8 bərabər 4. A bərabərdir 4. Y variantı. Uc nöqtələri A və B olan parçanın orta nöqtəsinin koordinatları cəmini tapın. Deməli, x və y koordinatları ilə verilmiş uc nöqtələri A və B olan parçanın orta nöqtəsini S ilə işarə edək və koordinatları x, y olsun. Buradan x bərabərdir. Absislərin cəminin yarısı mənfi 3 plus 11 bölünsün 2 bərabərdir 8 bölünsün 2. Bu da bərabərdir 4.
y bərabərdir 4 plus 8 bölünsün 2. 12 bölünsün 2 bərabərdir 6. Deməli, x4, y6 olduğuna görə və biz bunların cəminə baxsaq, 10 almış olarıq. Cavab oldu D variantı. 7'ye baxaq. X kvadrat plus y minus 5 kvadrat bərabər 144. Tənliyi ilə verilmiş çevrənin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Əgər çevrə OY oxu ilə kəsişirsə, bu zaman deməli x-a 0 olmalıdır və x-in yerinə 0 yazsaq, 0'ın kvadratı plus y minus 5'in kvadratı bərabər 144. Buradan da y minus 5'in kvadratı bərabər 144. Buradan y minus 5 bərabər -12 və y minus 5 bərabər -12 yaza bilərik. Y bərabərdir 17 və y bərabərdir -7. Şimdi bunu cütlər şəklində yazsaq, 0, 17 və 0, -7 almış olarıq. Cavab oldu Y variantı. Sekizinci tapşırığa baxsaq, x kvadrat plus y plus 4'ün kvadratı bərabərdir 25. Tənliyi ilə verilmiş çevrənin absis oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Absis oxu ilə kəsişməsi üçün y 0 olmalıdır. Y-in yerinə 0 yazsaq, burada x kvadrat plus 4'ün kvadratı 16 bərabər 25 və x kvadrat bərabər 9, x bərabər plus minus 3 almış olarıq. Deməli, verilmiş nöqtənin koordinatları 3, 0 və ya -3, 0 olar. Baxaq növbəti məsələyə. A və B nöqtələri arasındakı məsafəni tapın. Deməli, biraz əvvəl dedik ki, iki nöqtə arasındakı məsafə necə hesablanır? İki nöqtə arasındakı məsafə onların uyğun koordinatlarının fərqinin kök altında kvadratları cəminə bərabərdir. Yəni 1 minus 4'ün kvadratı plus 3 plus 1'in kvadratı. Bu da bərabərdir 9 üstə gələk 16 bərabər 25. O da bərabər olar 5'e. Cavab B variantı. Onuncu məsələyə baxaq. X minus 1'in kvadratı plus y'in kvadratı bərabər 36 tənliyi ilə verilən çevrənin uzunluğunu tapaq. Bilirik ki, çevrənin uzunluğu S bərabər 2 pi r düsturu ilə verilir. Yəni biz uzunluğu tapmaq üçün r-i tapmalıyıq. Buradan görürük ki, çevrənin tənliyi bilirik ki, x minus a'nın kvadratı plus y minus b'nin kvadratı bərabərdir r'in kvadratı. Və biz bu verilmiş tənliyi o düstur şəklində yazsaq, çevrənin tənliyi şəklində yazsaq, buradan r'in 6 olduğunu görərik. Deməli, çevrənin uzunluğu bərabərdir 12 pi'yə. Cevap olar D variantı.
11'e baxaq. Yenə çevirənin tənliyi verilib. X kvadrat plus y plus 1'in kvadratı bərabərdir. Gördüyünüz kimi 49. Və biz 49'u 7'nin kvadratı kimi yazsaq, görərik ki, radius 7 imiş. Və radius 7'dirsə, çevrənin uzunluğu olar o zaman 14 pi. D variant. Baxaq 12'yə. B nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafəni tapın. Sxematik olaraq bunu burada göstərək. Bu y oxu olsun, bu da x oxu olsun, bu da onların kəsişmə nöqtəsi, yəni hesablama başlanğıcı. -15 və -8. Tutaq ki, -15 və 8'in kəsişmə nöqtələri. Bura -8 olsun, bura -15. Bunların deməli ifadə edən nöqtə B nöqtəsi budur. İndi biz hesablama başlanğıcına qədər olan, yəni koordinat başlanğıcına qədər olan məsafəni tapmaq üçün biz OB parçasının uzunluğunu tapmalıyıq. Burada isə aydın məsələdir ki, görürük ki, deməli düzbucaqlı üçbucaq alınır. Və biz bu düzbucaqlı üçbucağın elə bil ki, betoncunu hesablamalıyıq. O zaman OB bərabərdir. Kök altında 8'in kvadratı plus 15'in kvadratı yaza bilərik. Çünki bu düzbucaqlı üçbucağın katetlərinin uzunluğu 8 və o zaman 15'e bərabər olmuş olar. Buradan da 289 alarıq və OB parçasının uzunluğu 17 olmuş olar. Y variant. Baxaq 13'ə. 13 də oxşar məsələdir. A nöqtəsinin koordinatları verilib. -15 və 8. Burada da həmən şərti ödəyir. Yəni verilmiş OA parçasının uzunluğunu tapmaq üçün biz kök altında -15'in kvadratı ilə 8'in kvadratını toplamalıyıq. Bu da 225 ilə 64'ün cəminə, yəni 289'a bərabərdir. Bu da bərabər olar 17'yə. A variant. Baxaq 14'ə. A və B nöqtə arasındakı məsafəni tapın. Yenə oxşar məsələdir. AB nöqtə arasındakı məsafə bərabərdir. 7 minus 1'in kvadratı plus 2 minus 4'in kvadratı. Bu da kök altında 6'nın kvadratı plus -2'nin kvadratı. 36 ilə 4 40 edər və 40'ı 4 vur 10 yazsaq 2 kök altında 10 kimi yaza bilərik. Cavab olur C variant. Deməli 14'də C variant doğrudur. Keçək 15'ə. M1 və M2 nöqtələri verilib koordinatlar ilə M1, M2 parçasının orta nöqtəsinin koordinatını tapaq. Orta nöqtə olsun K nöqtəsi və koordinatlarını x, y yazaq. X-i tapmaq üçün deməli uz nöqtələrin absislərinin cəminin yarısını yazmalıyıq. Y-ni də tapmaq üçün y-lərin cəminin yarısını tapmalıyıq. Deməli x-i 1 oldu, y isə bərabərdir 5 ilə 7'nin cəminin yarısı. O da 12 bölünsün 2, 6 edər.
Deməli, orta nöqtənin koordinatları 1 və 6 imiş. Cavab oldu C variantı. 16'ya baxaq. C nöqtəsi AB parçasının orta nöqtəsidir. A nöqtəsinin koordinatı 3, 7, C'nin koordinatı -2, 5 olarsa B nöqtəsinin koordinatlarını tapın. Bunu sxematik olaraq belə göstərək təsvir vasitəsilə. Bu A nöqtəsi, bu B nöqtəsi, uc nöqtələr C'də orta nöqtə olsun. Deməli, buradan bilirik ki, B'nin koordinatlarını x, y ilə ifadə edək. Deməli, 3 ilə orta nöqtə C olduğuna görə -2 bərabərdir 3 plus x bölünsün 2. Buradan x bərabərdir -4 minus 3. O da bərabər olar -7'ye. Beş bərabərdir 7 ilə y-in cəminin yarısına. Buradan y bərabərdir 10 minus 7. O da bərabər 3 edər. Deməli, parçanın B nöqtəsinin, yəni B uc nöqtəsinin koordinatları -7 və 3'dür. Cavab olar A variantı. Baxaq 17'ye. C nöqtəsi AB parçasının orta nöqtəsidir. B və C nöqtəsinin koordinatları məlum olarsa, A nöqtəsinin koordinatını tapmaq tələb olunur. A uc nöqtədir. A'nın koordinatlarını yenə x, y ilə işarə etsək, orta nöqtənin apsisi bərabərdir uc nöqtələrin apsislərinin cəminin yarısına. Ordinatı isə bərabərdir uc nöqtənin ordinatlarının cəminin yarısına. Deməli, buradan x bərabərdir -4, y bərabərdir 14. Deməli, A nöqtəsinin koordinatı bərabər oldu -4 və 14'ə. Variant oldu A variant. Baxaq 18'ə. Koordinat başlanğıcına nəzərən 3, 7 nöqtəsi ilə simmetrik olan A' nöqtəsini tapın. Koordinat başlanğıcına nəzərən simmetrik olduqda hər iki koordinatın əksini götürürük. Cavab oldu B variant. 19'a baxaq. Oyuk oxuna nəzərən -5, 8 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Oyuk oxuna görə simmetrik olduqda x-in əksini, y isə olduğu kimi saxlayırıq. Cavab oldu D variant. Baxaq 20'yə. M nöqtəsi AB parçasının orta nöqtəsidir. A 2, 3 olarsa B nöqtəsinin koordinatını tapın. B'nin koordinatını yenə də x, y ilə işarə etsək, M nöqtəsi orta nöqtə olduğuna görə 1 bərabərdir x plus 2'nin yarısı, -2 bərabərdir y plus 3'ün yarısı. Buradan x bərabərdir 0, y bərabərdir -7. Deməli, B nöqtəsinin koordinatları oldu 0 və -7. Baxaq digər məsələyə. C nöqtələrinin koordinatları məlum olarsa, ABC-də paralleqramın diaqonallarının kəsişmə nöqtəsinin koordinatlarını tapın. Belə bir paralleqram çəkək. A, B, C, D.
Paralleloqramın diaqonallarını çəkək. Bilirik ki, paralleloqramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Və deməli, bu orta nöqtə, yəni O nöqtəsi diaqonalların orta nöqtəsi olduğuna görə həm də o AC diaqonalının orta nöqtəsidir. Elə bil ki, AC parçasının orta nöqtəsidir və orta nöqtənin koordinatlarının tapılması xassəsindən istifadə edərik. Yəni, onun koordinatlarına biz x, y desək, biz indi x, y-i necə tapa bilərik? X bərabərdir uz nöqtənin absislərinin cəminin yarısı. 4. Y bərabərdir uz nöqtənin ordinatlarının cəminin yarısı. 4. İndi koordinatlar nə oldu? Koordinatlar oldu 4, 4. İndi koordinatların cəmini soruşduğuna görə 4 ilə 4'ü toplasaq 8 almış olarıq. Cavab oldu D variantı. Baxaq. A1 nöqtəsi OX oxuna nəzərən A8 2,5 nöqtəsinə simmetrik olarsa A1 parçasının uzunluğunu tapın. A nöqtəsinin koordinatı məlumdur. 8 və 2,5'dir. A1'in koordinatları isə X və Y olsun. Və bu OX oxuna nəzərəndir. OX oxuna nəzərən simmetrik olduğuna görə biz belə yaza bilərik. OX oxuna görə simmetrik olduqda X olduğu kimi qalır. Y-in əksini götürürük. İndi biz bu iki nöqtə arasındakı məsafəni tapaq. Yəni A1'in uzunluğunu tapaq. Bunun üçün şəkil vasitəsilə də, yəni düzbucaqlı koordinat sisteminə nöqtəni quraraq da tapa bilərik. Düstur vasitəsilə də tapa bilərik. 8 minus 8'in kvadratı plus 2,5 plus 2,5 digər 2,5'in digəri mənfi olduğuna görə çıxdıqda əks təsir edərək müsbət olur. Ona görə plus yazdıq. Və buradan olur kök altda 5'in kvadratı. Bu da bərabər olar 5'e. 22'də cavab oldu 5A variantı. 23'ə baxaq. Tənliyi ilə verilmiş çevrənin diametrini tapın. Deməli, çevrənin tənliyi x kvadrat plus y minus 3'ün kvadratı bərabər 49'dur. 49'u 7'nin kvadratı yazaq. Və buradan görürük ki, radius 7'yə bərabərdir. Radius 7'dirsə, diametr olar 2 vur 7 bərabər 14. Çünki diametr radiusun 2 mislinə bərabərdir. 24'ə baxaq. Nöqtələr verilmişdir. Nöqtələrdən neçəsi absis oxundan aşağıda yerləşir? Absis oxundan aşağıda yerləşməsi üçün ordinatları mənfi olmalıdır. Və ordinatları mənfi olan nöqtələr M, N, K nöqtələridir. Deməli, 3 nöqtənin koordinatları absis oxundan aşağıda yerləşir. Cavab oldu Y variantı. 3. 25'ə baxaq. Yenə nöqtələr verilib. Bu nöqtələrdən neçəsi absis oxundan yuxarıda yerləşir? Absis oxundan yuxarıda yerləşmək üçün ordinatlar müsbət olmalıdır. O nöqtələr hansı nöqtələrdir? M-dir, N-dir, P-dir. Burada da 3'dür. Cavab C. (26'ya baxaq. Koordinat müstəvisində absis oxuna paralel olan və B nöqtəsindən keçən düz xəttin tənliyi hansıdır? Görürük ki, nöqtə 1, -4 nöqtəsindən keçir və deməli bu düz xəttin tənliyi bu sabit funksiyanın deyək ki, tənliyidir.
və y bərabər -4'dür. C variantı. 27'yə baxsaq, koordinat müstəvisində deməli verilmiş düz xətt A nöqtəsindən O eksoxuna paraleldir. Deməli bu zaman bu da y bərabər 4 düz xəttidir. Cavab oldu A variantı. 28'ə baxaq. X plus 3'ün kvadratı plus y minus 4'ün kvadratı bərabər 12 tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatlarını tapın. Mərkəzin koordinatları məlum qaydaya görə bilirik ki, -3 və 4 nöqtələridir. Cavab oldu D variantı. Baxaq 29'a. Yenə də çevrənin tənliyi verilib. X minus 2'nin kvadratı plus y plus 3'ün kvadratı bərabərdir 15. Tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatlarını tapın. Yəni mərkəzin koordinatları bu düstura əsasən tapılır da. X minus A''nın kvadratı plus y minus B''nin kvadratı bərabər R kvadrat. Burada AB mərkəzin deməli mərkəz nöqtənin koordinatlarıdır. Tutaq ki, burada belə bir çevrə verilib və bunun koordinatı, mərkəzinin koordinatı həmin AB-dir. Biz buna əsasən mərkəzi tez tapa bilərik. Deməli, mərkəz nöqtə bizdə nə oldu? 2 və -3 nöqtəsi oldu. Cavab oldu B. Baxaq 30'a. X-in hansı qiymətində A və B nöqtələri arasındakı məsafə 1'ə bərabərdir? Belə yaza bilərik ki, AB'nin uzunluğu 1 olsun. Onda biz belə yaza bilərik ki, deməli 0 minus x'in kvadratı plus 1 minus 1'in kvadratı bərabər 1'in kvadratı. Və buradan x'in kvadratı bərabər 1, x bərabərdir plus minus 1. Bu da A variantdadır. Otuz 1'ə baxaq. Y-in hansı qiymətində A və B nöqtə arasındakı məsafə 1'ə bərabərdir? Yenə də 30'dakı qaydanı tətbiq eləsək, -1 plus 1'in kvadratı plus 0 minus y-in kvadratı bərabər 1'in kvadratı və buradan da y kvadratı bərabərdir 1, y bərabərdir plus minus 1. Cavab oldu C variant. Baxaq 32'yə. Ucları M və N nöqtələri olan parçanın orta nöqtəsinin koordinatlarını tapın. Aydındır ki, orta nöqtənin apsisi, uc nöqtələrin apsislərinin cəminin yarısı. Bu da 2 edər. Ordinatı isə ordinatlarının cəminin yarısına bərabərdir. Bu da -5 edər. Deməli, orta nöqtənin koordinatları 2 və -5'dir. Cavab oldu Y variantı. Otuz 33'ə baxaq. M nöqtəsi ucları N və K olan parçanın ortasıdır. K'nın koordinatlarını tapmaq lazımdır.
M orta nöqtə olduğuna görə 1 bərabərdir 4 plus x bölünsün 2. 4 bərabərdir 7 plus y bölünsün 2. Buradan x bərabər mənfi 2. Y bərabərdir 1. Deməli, K'nın koordinatları mənfi 2 və 1'dir. Baxaq 34'ə. Y bərabər 0 olduqda mx, y nöqtələri koordinat müstəvisində harda yerləşir? Apsis oxu üzərində. Əgər y 0'dırsa, aydın məsələdir ki, nöqtə apsis oxu üzərində yerləşər. X 0 olsa, ordinat oxu üzərində yerləşər. Baxaq 35'ə. Mərkəzi koordinat başlanğıcında olan və 3-4 nöqtəsinə keçən çevrənin tənliyi hansıdır? Bu x oxu olsun, digər y oxu olsun və mərkəz koordinat başlanğıcındadır. Mərkəzi koordinat başlanğıcında olan bir çevrə çəkək. Tutaq ki, bu 3-4 nöqtəsidir. Məsələn, A nöqtəsi olsun, koordinatları 3-4. Bu da koordinat başlanğıcı olsun, O nöqtəsi və OA radiusunu çəkək. Bu da radiusdur. Deməli, bilirik ki, koordinat başlanğıcında olan çevrənin tənliyi x kvadrat plus y kvadrat bərabər r kvadrat düsturu ilə yazılır. İndi bizdə r məlum deyil. R'i tapmaq üçün biz Pifagor qaydasından istifadə edirik. Çünki bu nöqtəni belə çəksək, burada düz bucaqlı 3 bucaq alınır. Bunu da B nöqtəsi ilə işarə edək. OB'nin uzunluğu onda x'i, AB'nin uzunluğu isə y'yi ifadə edir. Deməli, r bərabərdir 3'ün kvadratı plus 4'ün kvadratı. Bu da 5 edər. İndi gətirib onu burada nəzərə alsaq, x'in kvadratı plus y'in kvadratı bərabər 5'in kvadratı. Bu da x kvadrat plus y kvadrat bərabər 25 olar. Cavab oldu. Deməli, D variantı. Baxaq 36'ya. Çevrənin tənliyi verilib, mərkəzin koordinat. Mərkəzin koordinatları asan tapılır, bəsit sualdır bu. 4 və mənfi 2'dir. B variantı. 37'yə baxaq. A və B nöqtə arasındakı məsafəni tapın. Biz bu suala aid bu testə başlayandan dəfələrlə həll etmişik. Yəni, iki nöqtə arasındakı məsafə onların uyğun koordinatlarının kvadratları cəminin kök altı ifadəsinə bərabərdir. Buradan da verilənləri nəzərə alsaq, 6'nın kvadratı 36, 8'in kvadratı isə 64 edər. Və nəticənin 10 olduğunu görərik. Cavab oldu Y variantı. – 38'ə baxaq. Düz xətlərdən hansı y bərabər mənfi 3x plus 2 düz xəttinə paraleldir? Düz xətlərin paralel olması üçün onların bucaq əmsalları bərabər, sərbəst deməli həddi isə fərqli olmalıdır. Yəni K1 bərabər olmalıdır K2'yə,
B1 fərqli olmalıdır B2-dən. Baxırıq ki, bu da deməli D varianta uyğun gəlir. Yəni -3x -5. Baxırıq ki, K'lar eyni, B'lər fərqlidirlər. 39'a baxsaq, düz xəttinə perpendikulyar olan düz xəttin bucaq əmsalını tapın. Deməli, bizə verilən düz xəttin tənliyi -2/1x -2/1'dir. Tutaq ki, hər hansı iki düz xət verilib, onların bucaq əmsalları K1 və K2'dir. Bu düz xətlərin perpendikulyar olması üçün K1 və K2 hasili -1'ə bərabər olmalıdır. İndi bizdə düz xətlərdən birinin tənliyi verilib və onun bucaq əmsalı 2/1'dir. Məsələn, tutaq ki, K1 2/1'dir, -2/1'dir. İndi biz K2'ni tapmalıyıq. Və bu hasili -1'ə bərabər edirik. K2 bərabər olur 2'yə. Deməli, digər düz xəttin bucaq əmsalı 2'yə bərabərdir. Cavab oldu D variantı. Baxırıq 40'a. Y bərabər -4x plus 0,4 düz xəttinə perpendikulyar olan düz xəttin bucaq əmsalını tapın. Bu da analoji məsələdir. K1 tutaq ki, -4'dür. O zaman -4 vurulsun K2, digərin bucaq əmsalını K2 ilə işarə edək. Və buradan K2'nin 4/1 olduğunu alarıq. Yəni, o da 0,25 eder. Cevap oldu Y variant. Baxaq 41'ə. Koordinat başlanğıcından keçən Y bərabər 5x minus 23 düz xəttinə paralel olan düz xəttin tənliyini tapın. Düz xətlərin paralel olmaq üçün K'lar bərabər, B'lər fərqli olmalıdır. Oradan da variantlara baxsaq, deməli, görərik ki, Y variantı daha uyğundur. Yəni, Y bərabər 5x. Burada görürük ki, bucaq əmsalları bərabərdirlər. 42'yə baxaq. Mərkəzi koordinat başlanğıcında olan və 2,6 nöqtəsindən keçən çevrənin tənliyini tapın. Bunun üçün biraz əvvəl qaydanı söylədim. R-i tapmalıyıq. R də x kvadratla y kvadratın cəminə bərabərdir. X 2 olduğuna görə 2 kvadratı y də 6'dır. 6'nın kvadratı, bu da kök altı 40 edər. Və mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi bilirik ki, bu şəkildə olur. Ona görə x kvadrat plus y'in kvadratı bərabər olar 40'a. Cavab oldu C variant. 43'ə baxaq. N nöqtəsinin koordinatlarını tapın. N nöqtəsinin koordinatı təsvirə əsasən -3 və -3 nöqtəsidir. Üçüncü rüvdə yerləşən bir nöqtədir. Cavab oldu D variant. 44. M nöqtəsinin koordinatlarını təyin edin. Deməli, M'in koordinatları -3 və 2'dir. A. Apsisi mənfi, ordinatı müsbət olan nöqtə koordinat müstəvisində harda yerləşir? İkinci rüvdə aydın məsələdir ki, ikinci rüvdə yerləşir B variantı. 46. Apsisi müsbət, ordinatı mənfi olan nöqtə koordinat müstəvisində hansı rüvdə yerləşir? 4-cü rüvdə yerləşir. C variantı.
Çünki 4-cü rubl nöqtələrinin koordinatların işarəsi plus minus. Yəni x-i müsbət, y isə mənfi işarəli olan ədədlərdir. Baxaq 47-yə. Y bərabər kx plus b. Düz xəttinin bucaq əmsalı müsbət olarsa, düz xəttin apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın ala biləcəyi ən böyük tam qiyməti tapın. Deməli, iti bucaq əmələ gətirdiyinə görə aydın məsələdir ki, ən böyük bucağın tam qiyməti 89 olar. Y variant. 48-ə baxaq. Y bərabər kx plus b düz xəttinin bucaq əmsalı mənfi olarsa, düz xəttin apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın ala biləcəyi ən kiçik tam qiyməti müəyyən edək. Aydındır ki, k mənfi olduqda funksiyanın qrafiki azalan olur və burada bu zaman x oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir və kör bucağın da ala biləcəyi ən kiçik tam qiymət 91 dərəcədir. Cavab oldu A variant. 47-də də şifahi dedim cavabı. Şəkildə də göstərmək olar. K müsbət olanda deməli qrafik bu şəkildə olur və x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir və bu iti bucağın ən böyük qiyməti aydın məsələdir ki, 89 dərəcə ola bilər. Baxaq 49-a. M parametrinin hansı qiymətində O nöqtəsi koordinat başlanğıcı ilə üst-üstə düşər? Deməli, nöqtə koordinat başlanğıcı ilə üst-üstə düşmək üçün onun koordinatları deməli 0,0 olmalıdır. Yəni m kvadrat minus 4'ü də 0'a bərabər edirik. Və m minus 2'ni də 0'a bərabər edirik. Buradan m bərabər plus minus 2, m bərabər 2. Və ortaq nəticə olaraq biz 2'ni götürürük. Cavab oldu D variantı. Baxaq 50'yə. M parametrinin hansı qiymətində y bərabər m minus 3x plus 4 düz xətti y bərabər 7 minus m x minus 5 düz xəttinə paralel olar. Biz bilirik ki, deməli, xəttə funksiyaları xassəsindən bilirik ki, onların qrafikləri düz xəttir və bu düz xətlərin paralel olmaq üçün k-lar eyni, yəni bucaq əmsalları bərabər, sərbəst hədləri isə fərqli olmalıdır. Burada sərbəst hədlər fərqlidir. Deməli, bucaq əmsalları bərabər olmalıdır. Bucaq əmsallarını bərabərləşdirsək və bu tənliyi həll etsək, m-in 5 olduğunu alarıq. Cavab oldu A variant. Baxaq 51'ə. M nöqtəsi ikinci rübdə yerləşir. N nöqtəsinin koordinat sistemində yerini müəyyən edin. Deməli, M nöqtəsi ikinci rübdə yerləşirsə, A mənfi, B müsbətdir. Və indi N nöqtəsinin koordinatlarına baxsaq, onun koordinatları A kvadrat B və AB kvadrat ifadələri ilə göstərilmişdir. Aydın məsələdir ki, buradan A mənfi olduğuna görə onun kvadratı müsbətdir. B də müsbətdir. Müsbəti müsbətə vursaq müsbət. Deməli, ordinat əvəz olan AB kvadrat ifadəsində isə B müsbət olduğuna görə kvadratı müsbət, A isə mənfidir. Müsbəti mənfiyə vursaq mənfi olar. Deməli, son nəticə olaraq N nöqtəsinin koordinatları müsbət və mənfidir.
müsbət və mənfisi aydın məsələdir ki, 4-cü rübün koordinatlarını ifadə edir. Yəni koordinatların işarəsini ifadə edir. Deməli, buradan da baxırıq ki, 4-cü rüb A-dadır. Cavab oldu A variantı. Baxaq 52-yə. Deməli, M nöqtəsi 4-cü rübdə yerləşir. 4-cü rübdə yerləşirsə A müsbət, B mənfidir. İndi biz yenə də N nöqtəsinin koordinat sistemində yerini müəyyən etməliyik. N nöqtəsinin koordinatları A kvadrat B, AB kvadratdır. Deməli, A müsbət olduğuna görə, B mənfi olduğuna görə nöqtənin absisi mənfi, AB kvadrat isə müsbət olar. Müsbət mənfi, mənfi müsbət isə aydın məsələdir ki, ikinci rübdür. İkinci rüb deməli Y variantda. Baxaq 53-ə. A və B nöqtələrindən keçən düz xəttin tənliyini göstərək. Deməli, bizə verilib A1 nöqtəsi və B2 nöqtəsi verilib. Biz bu nöqtələrdən keçən düz xəttin tənliyini yazaq. Bu düz xəttin tənliyi aydın məsələdir ki, burada göstərdim onu. Tutaq ki, buradan əlavə yazaq. Tutaq ki, nöqtə x0, y0 ya da x1 ilə yazaq. x1, y1 və b x2, y2 nöqtələrindən keçirsə, o zaman düz xəttin tənliyi, bu iki nöqtədən keçən düz xəttin tənliyi x minus x1, x2 minus x1 bərabərdir. Y minus y1, y2 minus y1 tənliyini həll etməklə alınır. İndi biz bu tənlikdən istifadə etsək, x minus 1, 2 minus 1, y minus 1, 3 minus 1 yazarıq. Buradan da x minus 1 bölünsün 1 bərabərdir. Y minus 1 bölünsün 2. Və buradan çarpaz şəkildə vursaq, y minus 1 bərabər 2x minus 2, y bərabərdir 2x minus 1. Baxaq, 2x minus 1 Y variantda. 54-də baxaq. 54-də də 2 nöqtə verilib və bu nöqtədən keçən düz xəttin tənliyi soruşulur. Burada da deməli A1-1-dirsə, koordinatları x minus 1, B isə 2, 4-dür, 2 minus 1, Y minus 1, 4 minus 1. Buradan da Y minus 1 bərabərdir 3x minus 3 və y bərabərdir 3x minus 2. 3x minus 2 D variantı. Əlli beşə baxaq. Mərkəzi 3-10 nöqtəsində olan və B nöqtəsindən keçən çevrənin tənliyini tapaq. Deməli, mərkəz O nöqtəsidirsə və 3-8 nöqtəsindən keçirsə, biz radiusu tapmalıyıq. Mərkəz məlumdur. Bilirik ki, mərkəzə AB olan, radiusu R olan çevrənin tənliyi belədir. X minus A-nın kvadratı plus Y minus B-nin kvadratı deməli, bərabər R kvadrat. Biraz əvvəl bunu söyləmişdik. Sxematik olaraq bir təsvir edək bunu, təxminən necə olar. Tutaq ki, bu çevrədir. Bu onun mərkəzi olsun, O nöqtəsi.
Bu ise onun üzerinde götürülmüş B nöqtəsi olsun. Ben burada sxematik olarak təsvir ettim. OB parçası verilmiş çevrənin radiusudur. Deməli biz o zaman bu çevrənin tənliyini necə yazarıq? Mərkəz 3-10 olduğuna görə x minus 3'ün kvadratı plus y minus 10'un kvadratı bərabərdir r kvadrat. İndi biz r'i tapmalıyıq və burada yerinə yazmalıyıq. R'i tapmaq üçün iki nöqtə arasındakı məsafə düsturundan istifadə edərik. Yəni r nəyə bərabərdir? O b'yə bərabərdir. Bu da kök altında 3 minus 3'ün kvadratı plus 8 minus 10'un kvadratı yaza bilərik. Burada deməli cavab olar kök altında 4. Buradan da 2 alınır. Yəni radius 2'dir. Deməli verilmiş çevrənin tənliyi x minus 3'ün kvadratı plus y minus 10'un kvadratı bərabərdir 2'nin kvadratı, yəni 4. Cavab oldu A variantı. Baxaq 56'ya. A və B nöqtələri verilib. AB parçasının orta nöqtəsinin koordinatını tapaq. Orta nöqtə C nöqtəsi olsun və koordinatları x, y olsun. Və biz əvvəlki məsələlərdə bu tipli məsələlər həll etdik. Deməli parçanın orta nöqtəsinin apsisi uc nöqtələrin apsisləri cəminin yarısına, deməli ordinatı isə uc nöqtələrin ordinatları cəminə bərabərdir. Y bərabərdir 5 plus mənfi 7 bölünsün 2. Bu da mənfi 2 bölü 2 mənfi 1 edər. Deməli orta nöqtənin koordinatları 0 və mənfi 1'dir. D variantı. -57'ye baxaq. Diametrin uc nöqtələrinin koordinatları mənfi 2 və 6 mənfi 6 olarsa çevrənin mərkəzinin koordinatlarını tapın. Bu da elə parçanın orta nöqtəsinin tapılması xassəsinə əsaslanır. Tutaq ki bu çevrədir. Bu da onun diametri olsun. Bu da mərkəzi nöqtə olsun, o nöqtəsi olsun. Bu nöqtənin koordinatları məsələn bu A, bu da B olsun. A'nın koordinatı mənfi 2, 2. B'nin koordinatı isə 6, mənfi 6. Buradan mərkəzin koordinatlarını tapmaq üçün onun da koordinatlarını x, y ilə işarə edək. X bərabərdir mənfi 2 ilə 6'nın cəminin yarısı, yəni 4'ün yarısı 2. Y də 2 ilə mənfi 6'nın cəminin yarısı. Bu da edər mənfi 2. Deməli mərkəzin koordinatları 2 və mənfi 2'dir. Cavab oldu C variantı. Baxaq 58'ə. Diametrin uc nöqtələrinin A və B olan çevrənin mərkəzinin koordinatlarını tapın. Bu da 57'yə eynən oxşar məsələdir. Mərkəzin koordinatlarını x, y ilə işarə etsək, x bərabərdir 5 ilə mənfi 3'ün cəminin yarısı, o da 1 edər. Y də 10 ilə 4'ün cəminin yarısı, o da 3. Deməli orta nöqtənin koordinatı, yəni mərkəzin koordinatları 1 və 3'dür. A variantı. Baxaq 59'a. M və N nöqtələrindən keçən düz xəttin tənliyini göstərir. Burada tənliyi özümüz yazıb da göstərə bilərik hansıdır və nöqtələri tənliklərdən x və y qiymətlərini yerinə yazaraq da yoxlamaq olar. Biz düsturdan istifadə edək. X minus x1, x1 1'dir.
x2 ise 0'dır. Y minus y1, y1 0'dır. 5 minus 0. Buradan x minus 1 bölək mənfi 1 bərabərdir. Y bölünsün 5. Ve buradan mənfi y bərabərdir 5x minus 5. Ve bunların hamısını sağ tərəfə keçirtsək 5x plus y minus 5 bərabər 0 almış olarıq. Cavab oldu B variantı. Baxaq 60'a. Deməli, M və N nöqtələri verilib. Bu nöqtələrdən keçən düz xəttin tənliyini soruşur. Yenə 59'a oxşar məsələdir. X minus x1, x1 mənfi 2 olduğuna görə plus 2 bölünsün 4 plus 2, y minus 6 bölünsün 9 minus 6 yaza bilərik. Buradan da x plus 2 bölünsün 6 bərabərdir. Y minus 6 bölünsün 3. Və çarpaz şəkildə vursaq 3x plus 6 bərabərdir 6y minus 36. Hər tərəf 3'ə bölsək x plus 2 bərabərdir 2y minus 18 və x minus 2y plus 20 bərabər 0 yaza bilərik. Burada 3'ə 36'nı 3'ə böldükdə 12. Və 14. Baxaq cavablara. C variantı. Baxaq 61'ə. A1 nöqtəsi koordinat başlanğıcına nəzərən 6-8 nöqtəsinə simmetrikdirsə, A1 parçasının uzunluğunu tapın. A1'in koordinatları o zaman nə olar? Koordinat başlanğıcına simmetrik olduğuna görə -6, 8 olar. A isə 6 -8'dir. Və iki nöqtə arasındakı məsafə düsturuna görə A1 bərabərdir -6 minus 6'nın kvadratı plus 8 minus -8, o da plus 8 olar kvadrat. O da bərabərdir 144 plus 256, yəni 16'nın kvadratı. Bu da 400 eder. 400'den də cavab olaraq 20 alarıq. D variant. Baxaq 62'yə. K'nın hansı qiymətində A və B nöqtələri arasındakı məsafə kök altında 10'dur. Belə yazaq biz. 3 minus 2'nin kvadratı plus -2 minus K'nın kvadratı bərabərdir kök altda 10'un kvadratı. Buradan 3'dən 2 çıxsaq 1 və 1'in kvadratı 1. Sağ tərəfdə -2 minus K'nın kvadratını atsaq 4 plus 4K plus K'nın kvadratı və bərabərdir 10. Buradan deməli biz tənliyi həll etsək K'nın kvadratı plus 4K minus 5 bərabərdir 0. Və bunu vuruqlara ayırmaqla həll etsək K plus 5 K minus 1 bərabər 0.
K'nın -5 və müsbət 1 olduğunu alarıq. Cavab oldu B variantı. Bunu belə də həll etmək olardı. Məsələn, orada -2 minus K'nın kvadratı. Biri keçirsək sağ tərəfə, ondan çıxsaq 9. Buradan da -2 minus K'nı 9'dan kök alsaq, bir dəfə -3'ə və bir dəfə də 3'ə bərabər etsək, K bərabər 1, K bərabər -5 almış olarıq. Yəni bu üsulla da yazmaq olardı. 63'ə baxaq. Deməli, M-in hansı qiymətlərində C və D nöqtələr arasındakı məsafə 13'dür? Yine analoji məsələdir. Deməli, M çıxaq, -2'nin kvadratı. O da olar M üstə gələk 2'nin kvadratı plus 4 minus 1'in kvadratı bərabərdir. Kök altda 13'ün kvadratı. Buradan M plus 2'nin kvadratı. 4'dən 1 çıxsaq 3 və 3'ün kvadratı 9 bərabərdir. Kök altda 13'ün kvadratı 13. M plus 2'nin kvadratı bərabərdir 4. M plus 2'ni bir dəfə -2'yə, yəni 4'dən kök alsaq və 2'yə bərabər edə bilərik. Buradan da M bərabər -4, M bərabər 0 almış olarıq. Bu da variantlardan C variantı olduğunu göstərir. Baxaq 64'də. A'nın hansı qiymətində A və B nöqtələr arasındakı məsafə 17'dir? Bu da oxşar məsələdir. Üç minus 2'nin kvadratı plus A plus 1'in kvadratı bərabərdir. Kök altda 17'nin kvadratı. Buradan 1 plus A plus 1'in kvadratı bərabərdir 17. A plus 1'in kvadratı bərabərdir 16. A plus 1 bərabərdir 4. A plus 1 bərabərdir -4. Buradan A'ları tapsaq, A olar 3 və -5. Cavablara baxsaq, deməli, A variantını görmüş olarıq. Baxaq 65'ə. Çevrənin mərkəzi 0,1 nöqtəsi diametrin bir ucu 4,6 nöqtəsidirsə, diametrin o biri ucunun koordinatları cəmini tapın. Bu diametr olsun, bu orta nöqtə olsun, olsun o nöqtəsi, bu olsun A, bu da B. A'nın koordinatlarını x, y ilə götürək. O'nun koordinatlarının 0,1 olduğunu götürək. B'nin koordinatlarının isə 4,6 olduğunu götürək. Deməli, burada o orta nöqtə olduğuna görə həmin nöqtənin apsisi, yəni 0 bərabərdir. Uc nöqtələrin cəminin yarısı. Buradan da x bərabər -4 alarıq. 1 bərabərdir. Deməli, y ilə 6'nın cəminin yarısı. Buradan y bərabərdir -4. İndi bu nöqtələrin koordinatlarının cəmini soruşduğuna görə -4 ilə -4'ü toplasaq, alarıq ki, -8. Cavab oldu A variantı. 66 oxşar məsələdir. Eynən bu üsulla yazarsınız. Baxaq 67'yə. X kvadrat plus y kvadrat
minus 6x plus 8y minus 11 bərabər 0 tənliyi ilə verilmiş çevrənin mərkəzinin koordinatlarını tapın. Burada ilk öncə qruplaşma yaradaq. Deməli, x kvadrat minus 6x-i belə yaza bilərik. X minus 3-ün kvadratı deməli, minus 9 yazaq. Çünki burada biz açan zaman x kvadrat çıxaq 6x plus 9 alınar. Digərində isə y kvadrat plus 8y isə y plus 4-ün kvadratı kimi yazaq və buradan 16-nı çıxaq. Minus 11 bərabər 0. Buradan x minus 3-ün kvadratı plus y plus 4-ün kvadratı mənfi 9 ilə mənfi 16, mənfi 25, üstünə də mənfi 11 gəlsək, mənfi 36, sağ tərəfə keçirsək 36. Və bu da deməli bizdən mərkəzi soruşduğuna görə mərkəzin koordinatları o zaman olar 3 və mənfi 4. Cavab oldu B variantı. 68'e baxsaq, x kvadrat plus y kvadrat minus 4x plus 8y minus 16 bərabər 0. Buradan x'ları bir, y'ləri bir qruplaşdırsaq, x minus 2'nin kvadratı minus 4 plus y minus 4'ün kvadratı minus 16 çıxaq 16 bərabər 0. Və buranı sadələşdirsək, x minus 2'nin kvadratı plus y plus 4'ün kvadratı bərabər 36 və mərkəz nöqtənin koordinatları o zaman olar 2 və mənfi 4. Cavab olar D variantı. Altmış 9'a baxaq. A və B nöqtələri o ilk-oxuna nəzərən simmetrikdir. A plus M cəmini tapaq. Deməli, əgər A və B nöqtələri o ilk-oxuna nəzərən simmetrikdirlərsə, A bərabərdir. Absislər o zaman əks olurlar. Y-lər isə olduğu kimi bərabər olur. Yəni, A bərabərdir mənfi M-ə, B bərabərdir N-ə. A plus M cəmini tapsaq, A plus M cəmini tapsaq, A mənfi M-ə bərabərdir. O zaman mənfi M plus M yazarıq. Bu da 0 edər. Cavab oldu Y variantı. 70'ə baxaq. A və B nöqtələri o x-oxuna nəzərən simmetrikdir. O x-oxuna nəzərən simmetrik olanda x-lar bərabər, y-lər əks olur. İndi buradan B plus N cəmini yazsaq və B-ni yerinə mənfi N yazsaq, yenə də 0 almış olarıq. Baxaq 71'ə. İkinci rübdə yerləşən A nöqtəsindən absis oxuna qədər məsafə 5'dir. Ordinat oxuna qədər olan məsafə isə 4'ə bərabərdir. A nöqtəsinin koordinatlarını tapın. Deməli, o zaman bu nöqtənin koordinatları olar mənfi 4 və 5 nöqtəsi. Çünki nöqtə ikinci rübdə yerləşir. Şəkildə də göstərək. Yəni, haradasa bu şəkildə. Tutaq ki, sxematik götürək, belə bir nöqtədir. Bura mənfi 4.
Bura isə 5'dir. Axtarılan nöqtə bax bu nöqtədir. Cavab oldu A variantı. 72'ye baxsaq. Nöqtə 4-cü lövdə yerləşir. Absis oxuna qədər məsafə 3. Ordinat oxuna qədər olan məsafə isə 2'yə bərabərdir. A nöqtəsinin koordinatlarını tapaq. Aydın məsələdir ki, A nöqtəsinin koordinatları 2 - 3 olar. B variant. Yetmiş üçe baxaq. 2x plus y bərabər 4 tənliyinə uyğun düz xəttin qrafiki hansıdır? Birinci asıllığı yazaq. Y-in x-dan asıllığını -2x plus 4'dür. Aydındır ki, bu deməli y ox üzərinə götürülmüş 4 nöqtəsindən keçər və azalan funksiyadır. Deməli, bu C variantdır. Yəni, x oxu kəsdiyi nöqtəni tapmaq üçün tez bunu 0'a bərabər etmək olar və x-in 2 olduğunu alarıq. Aydın məsələdir ki, y oxunda 4 nöqtəsində kəsir. Deməli, y-i 4, x isə 2 nöqtəsində kəsdiyinə görə görürük ki, C variant uyğundur. Baxaq 74'ə. Y minus 2x bərabər 6. Buradan y bərabərdir 2x plus 6. Baxsaq, deməli, y oxunu 0,6 nöqtəsində, x oxunu isə -3'də kəsir. Bu da D variantdır. Yəni ki, 2x plus 6'nı 0'a bərabər etməklə x-in -3. Y isə görsəndiyi kimi 0,6 nöqtəsində kəsir. Bu da D-dir. Baxaq 75'ə. Koordinat müstəvisində ABCD kvadratının A, B, C təpələri verilmişdir. D təpə nöqtəsinin koordinatlarını tapmaq lazımdır. Bunu deməli, düzbucaqlı koordinat sistemində nöqtələri təsvir etməklə də tapmaq olar. Həm də bilirik ki, kvadratın diaqonalları kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Belə də elə bilərik. Tutaq ki, bu kvadratdır. Məsələn, bu A nöqtəsi olsun, bu B, C, D. Diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Və bu həm də bu AC və BD diaqonallarının orta nöqtəsi olur. Orta nöqtənin koordinatını O ilə işarə etsək və onun koordinatlarına deməli x, y ilə işarə edək. D'nin də koordinatları olsun x1, y1. İndi A və C nöqtələrinin orta nöqtəsi olduğuna görə A və C nöqtələrinin köməyi ilə o mərkəzin, yəni O nöqtəsinin koordinatlarını tapaq. X bərabər olar. A ilə C-yə baxırıq. -2 plus 4 bölü 2. O da 2 bölü 2 1 edər. Y-də deməli 3 plus -3 bölü 2 edər. Bu da 0 olur. Deməli, onun koordinatları nə oldu? Onun koordinatları oldu 1, 0. İndi D'nin koordinatlarını tapaq. O, həm də BD diaqonalının orta nöqtəsidir. Və buna görə də D'nin D uc nöqtəni kimi təsvir etsək, deməli, buradan 1 bərabər olar. B'nin koordinatı 4, 3'dür. 4 ilə x1'in cəminin yarısı. Buradan x1 bərabər olar
-2'yə. Deməli 0 bərabər olar 3 ilə y1'in cəminin yarısı və y1 də bərabər olar -3'ə. Və buradan deməli D təpə nöqtəsinin koordinatlarının -2 və -3 olduğunu görərik. Cavab olar B variantı. Amma şəkli, yəni kvadratın şəklini düzbucaqlı koordinat sistemində qurmaqla daha tez üsulla tapmaq olardı. Baxaq 76'ya. C və D nöqtələrindən keçən düz xəttin tənliyini yazaq. Biraz əvvəl dediyim iki nöqtədən keçən düz xəttin tənliyindən istifadə edirik biz burada. Verilənləri yerinə yazsaq. Və buradan x minus 3 bərabər y minus 3 alarıq. Və y bərabər x olduğunu görərik. Cavab oldu B variant. Baxaq 77'yə. A və B nöqtələrindən keçən düz xəttin tənliyini yazın. X plus 1 plus 1 bərabərdir. Y minus 1 -1 minus 1. Buradan x plus 1 vurulsun -2 bərabərdir 2 vurulsun y minus 1. Və hər tərəfi -2'ye bölsə x plus 1 bərabərdir 1 minus y. Buradan da y bərabərdir. Hamısını sol tərəfə keçirtsək. X plus y bərabər 0 almış olarıq. Cavab oldu B variant. 78'ə baxaq. X 12 və y bərabər 5 düz xətlərinin kəsişmə nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafəni tapaq. Aydındır ki, burada düzbucaqlı üçbucaq alınır və Pifaqor teoremini tətbiq eləmək lazımdır. Tutaq ki, bu x 12 nöqtəsidir, bu isə y5 və bu nöqtələrin kəsişməsini bu nöqtələrdən keçən düz xətlərin kəsişməsi bu nöqtə olsun, məsələn A nöqtəsi. Buradan koordinat başlanğıcına qədər olan məsafə bu məsafə olar. Deməli biz OA parçasının uzunluğunu tapmalıyıq. OA parçasının uzunluğu da bərabər olar kök altında. Bu parça 5'dir, digəri də 12'dir. Yəni ki, katetləri 5 və 12 olan düzbucaqlı bir üçbucaq almış oluruq. Bu da bərabər olar 13'ə. Yəni cavab oldu D variant. Yetmiş 9'a baxaq. Koordinat deməli x, A və y 6 düz xətlərinin kəsişmə nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafə 10'dur. A-nın ala biləcəyi qiymətlərin hasilini tapın. Burada da A-nın kvadratı plus 6'nın kvadratı bərabər 10'un kvadratı olar. Eynən 78'də olan məsələnin həlli kimidir. Və buradan A-nın kvadratı bərabər olar 64'də 100'dən 36 çıxırıq. A bərabər olar plus minus 8'ə. Və burada A8 və -8 qiymətlərini alır. Və biz bunların hasilinə baxsaq, yəni -8 ilə 8'in hasilinə -64 alarıq. Cavab oldu C variantı.
Baxaq 80-ə. X bərabər 8 və Y bərabər 6 düz xətlərinin kəsişmə nöqtəsindən və koordinat başlanğıcından keçən düz xəttin tənliyini yazın. Deməli, koordinat başlanğıcından keçən düz xətdirsə, bu düz mütənasiblikdir. Yəni ki, funksiyanın qrafiki bu şəkildə olmalıdır və biz buradan k-nı tapmaq üçün y-i qısa bölməliyik. 6-nı bölürük 8-ə, ixtisar etsək 2-yə 4-də 3 və deməli, axtarılan funksiyanın düsturu 4-də 3 x şəklindədir. Çünki düzbucaqlı koordinat sistemində koordinat başlanğıcından keçən düz xətt, düz mütənasib asıllığın qrafikidir. Yəni bu şəkildə. Baxaq 81-ə. Deməli, O nöqtəsi koordinat başlanğıcı ilə üst-üstə düşür. M-in tapaq. Biraz əvvəl buna bənzər məsələ həll elədik. Əgər nöqtə koordinat başlanğıcı ilə üst-üstə düşürsə, deməli o zaman onun koordinatları 0-a bərabər olmalıdır. Hər iki koordinatı və biz hər iki koordinatları 0-a bərabər edirik. Buradan M deməli -2, M -3 yazsaq, M-in bir qiymətinin 2, digərinin 3 olduğunu alarıq. Digər bərabərlikdə isə deməli, yaza bilsək x m-3 m plus 2 bərabər 0 yazarıq və buradan m bərabər 3 və m bərabər -2 alarıq və hər ikisində eyni olan, ortaq olan qiyməti seçməliyik və bunun üçün də M-in 3 qiymətini seçmək olar. Çünki ikilər əks işarəlidir. Cavab oldu C variantı. 82-yə baxaq. Çevrənin tənliyi verilib. AB diametrinin B nöqtəsinin koordinatı 9, 10 olarsa, A nöqtəsinin koordinatını tapın. Deməli, AB diametrdirsə, tutaq ki, bu diametrdir. Məsələn, bu A nöqtəsi olsun, bu B, bu da çevrənin mərkəzi nöqtəsidir, O nöqtəsi. Mərkəz nöqtənin koordinatları da aydın məsələdir ki, çevrənin tənliyindəki 5 və 6-dır, mərkəz nöqtə olaraq 5, 6 və B-nin koordinatları da 9, 10-dur. Biz indi A-nın koordinatlarına x, y desək, deməli 5 bərabərdir x plus 9 bölünsün 2. Buradan x bərabərdir 1. 6 bərabərdir y plus 10 bölünsün 2. Buradan da y bərabərdir 2. Deməli, A nöqtəsinin koordinatları 1 və 2-dir. Cavablara baxsaq, Y variantı. 83-ə baxaq. Koordinat başlanğıcından keçən və mərkəzi 3-4 nöqtəsində olan çevrənin böyük vətəninin uzunluğunu tapın. Koordinat başlanğıcından keçən və mərkəzi 3-4 nöqtəsində olan çevrənin böyük vətərini. Sxematik olaraq təsvir edək. Bu x oxu olsun, y oxu və tutaq ki, bu da çevrədir. Burada koordinat başlanğıcından keçən söyləyir. Mərkəzi 3-4 nöqtəsində olan. O zaman belə yox. Mərkəz 3-4 nöqtəsi olsun.
Tutaq ki, belə bir çevrədir. Mərkəzdə bu nöqtədir. 3-4 nöqtəsi. Böyük vətərin uzunluğunu tapmalıyıq. Böyük vətər çevrənin diametridir. Aydın məsələdir ki, biz buna görə çevrənin radiusunu tapmalıyıq ilk öncə. Və buradan da mərkəz nöqtə 3-4 olduğuna görə mərkəz nöqtə 3-4 olduğundan bu şəkildə göstərək. Deməli, radius o zaman bərabər olar. Kök altında 3'ün kvadratı plus 4'ün kvadratı 5 eder. Ve buradan da diametr 2R olduğuna görə 2'ni vurarıq 5'ə və cavab alarıq 10. Y variant. Baxaq 84 nömrəli tapşırığa. Mərkəzləri O1 və O2 nöqtəsində olan, radiusu 3 olan iki kongruent çevrələr xaricdən bir-birinə və koordinat oxlarına toxunurlar. Mərkəzi O1 nöqtəsində olan çevrənin tənliyini yazın. Deməli, biz baxırıq ki, buradan O2'nin koordinatları, deməli, radius 3 olduğuna görə O2'nin koordinatı -3 və -3'dür. O zaman O1 nöqtəsinin koordinatı isə -9 və -3 olar. Deməli, mərkəzi O1'də olan biz çevrənin tənliyini yazsaq, alarıq ki, x plus 9'un kvadratı plus y plus 3'ün kvadratı bərabər -3'ün kvadratı, o da 9 eder. Çünki radiusun uzunluğu 3'dür. Cavaba baxsaq B variantı. Səksən 5'ə baxaq. Mərkəzləri O1 və O2 nöqtəsində olub, radiusu 4 olan iki kongruent çevrələr xaricdən bir-birinə deməli toxunurlar və koordinat oxlarına toxunurlar. Mərkəzi O2 nöqtəsində olan çevrənin tənliyini yazın. Çevrənin radiusu 4 olduğuna görə deməli O1 mərkəzli çevrənin mərkəzi nöqtəsinin koordinatları 4-4'dür. O zaman O2 mərkəzli çevrənin mərkəz nöqtəsinin koordinatları da deməli 12 və 4 olar. 12 və 4 olar. Və buradan deməli bu çevrənin tənliyi x minus 12'nin kvadratı plus y minus 4'ün kvadratı bərabər 4'ün kvadratı, yəni 16 olar. Cavab oldu A variant. Baxaq 86'ya. A nöqtəsi ikinci rübdə yerləşirsə, M-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Əgər nöqtə ikinci rübdə yerləşirsə, onun apsisi mənfi ədəd, ordinatı isə müsbət bir ədəddir və buradan M-in 7'dən kiçik, 2'dən böyük olduğunu görürük. Yəni M 2 və 7 aralığında olan ədədlərdən ibarət ola bilər. M-in ala biləcəyi qiymətlər onda hansıdır? 3'dür,
4'tür, 5'tir və 6'dır. Bunları toplasaq 18 almış olarıq. Cavab oldu C variantı. Baxaq 87'yə. A nöqtəsinin birinci rübdə yerləşirsə, M-in ala biləcəyi tam qiymətlərin sayını tapaq. 11 birinci rübdə yerləşirsə, koordinatların hər ikisi müsbətdir. Yəni 11 minus M-də müsbətdir. M minus 7-də müsbətdir. Buradan M kiçik 11, M böyük 7 alarıq. Deməli, M 11-dən kiçik, 7-dən böyük qiymətlər ala bilər. Və bu tam qiymətlərin sayı baxsaq, deməli 8, 9, 10'dur. 3 dənə qiyməti var. Cavab oldu A variantı. Yəni burada sayını soruşur. Baxarıq 88'ə. M həqiqi ədədi üçün A nöqtəsinin koordinat sistemində yerini müəyyən edin. Deməli, M kvadrat plus 1, M kvadrat plus 2 ədədləri hər zaman müsbət ədədlərdir. Və hər zaman müsbət olan ədədlər, yəni koordinatlar hər zaman müsbətdirsə, aydın məsələdir ki, o birinci rübdə yerləşir. Çünki birinci rübün koordinatları müsbətdir. Yəni Y variant. Yəni bu tipdə olan ədədlər mənfi olmayan ədədlərdir. Bunlar həmişə müsbət qiymətlər alır. O səbəbdən də müsbət olduqlarına görə aydın məsələdir ki, birinci rübdə yerləşir bu nöqtə. Baxaq 89'a. M həqiqi ədədi üçün A nöqtəsinin koordinat sistemində yerini müəyyən edin. Deməli, M kvadrat plus 2 həmişə müsbət ədəddir. Mənfi modulda M çıxaq 2 isə həmişə mənfi ədəddir. Absisi müsbət, ordinantı isə mənfi olan ədəd, yəni müsbət mənfi kimi qeyd edək. Bu 4-cü rübün koordinatının işarələridir. 90'a baxaq. 4-cü rüb B variantdır. B variantı da yazaq. 90. M parametrinin hansı qiymətində A nöqtəsi absis oxu üzərində, B nöqtəsi isə ordinant oxu üzərində yerləşir. Deməli, əgər nöqtə absis oxu üzərində yerləşirsə, o zaman onun ordinantı 0'a bərabər olmalıdır. Yəni M-2 0 olmalıdır. Buradan da M bərabər 2'dir. Əgər nöqtə ordinant oxu üzərindədirsə, onun o zaman absisi 0 olmalıdır. Yəni M kvadrat çıxaq 4'ü 0'a bərabər eləsək, M'in plus minus 2 olduğunu alarıq. Və buradan ortaq qiyməti götürsək, M'in 2 olduğunu görərik. Çünki hər ikisində eyni olan qiyməti götürmək lazımdır ki, şərt ödəsin. Baxaq 91'ə. M parametrinin hansı qiymətində A nöqtəsi absis oxu üzərindədir? Məsələn, şərtinə fikir versək, A nöqtəsinin deməli absis oxu üzərindədirsə, ordinantı 0 olmalıdır. Yəni M-3 0 olmalıdır. Buradan M3 olar. B nöqtəsi isə ordinant oxu üzərində olduğuna görə onun absisi 0 olmalıdır. Və buradan da M alarıq plus minus 3. Və buradan da ortaq qiymət olaraq biz 3'ü götürə bilərik. Cavab oldu D variantı.